106 FM və 106.3 radyosunun əməkdaşları bir araya gəldi. Onlar da bayram elədi. 2012-ci ildə əldə etdikləri nailiyyətləri 2013-cü ildə daha da inkişaf etdirməyi qarşılarına məqsəd qoyan əməkdaşları təbrikə məşhurlar da gəldi. Radio qrupları üzrə vitse-prezident Arzu Cəfərova da öz ürək sözlərini bölüşdü. Mən bütün iki radioların əməkdaşlarını səmimi ürəkdən bu bayram münasibətilə təbrik edirəm və əlbəttə ki ATV teleradio şirkətinin bütün əməkdaşlarını yeni il bayramı münasibətilə təbrik edirəm. Biz də həmkarlarımızı təbrik edirik. Yeni ildə yeni nailiyyətlər diləyirik.